Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birinizi salamlayıram. Gününüz xeyirli olsun inşallah. İslam əqaidi mövzusu davam edir. Bugünkü mövzumuz vəhy və nübüvvət barəsində olacaqdır. Biz ötən bəhslərdə ümumi olaraq İslam ilahiyyatında Allahşünaslıq məsələsini siz əzizlərlə qısa olaraq müzakirə etdik. Bugünkü mövzumuz və bugündən etibarən başladığımız mövzu isə Peyğəmbərlik və nübüvvət barəsindədir. Bu məsələyə keçməmişdən qabaq müqəddimə yönlü bir neçə məsələni siz əzizlərə çatdırmaq istərdim. Onlardan biri İslam ilahiyyatında nübüvvət anlayışı iki formada müzakirə olunur. Onlardan biri ümumi nübüvvət adlanır, ikincisi isə xüsusi nübüvvət. Ümumi nübüvvət və yaxud ümumi peyğəmbərlik dedikdə bütün peyğəmbərlər üçün keçərli olan mövzular nəzərdə tutulur. Məsələn, peyğəmbərlər məsumdurmu? Peyğəmbərlərin nəyə görə möcüzəsi var? İnsanın peyğəmbərə ehtiyacı nədir və s. Bunlar yəni bütün peyğəmbərlər üçün keçərli olan, müzakirəsi lazım olan məsələlərdir. Amma xüsusi nübüvvət deyirdikdə hər hansı bir peyğəmbərin nübüvvəti barəsində olan məsələləri müzakirə etməkdir. Məsələn, biz konkret olaraq deyirik ki, İslam peyğəmbərinin möcüzəsi nədir? Nə zaman peyğəmbərliyə seçilmişdir? Onun isməti barəsində hansı dəlillərimiz var və s. kimi mövzular. Demək, nübüvvət anlayışı İslam ilahiyyatında iki formada müzakirə olunur. Bu, birinci məsələ. Digər bir məsələ isə ümumən peyğəmbərlikdən bəhs etmək, nübüvvətdən bəhs etmək ona görə önəmlidir ki, insan bu yolla vəhy mərhələsinə çatır, vəhy təlimlərinə çatır. Demək, peyğəmbərlik ona görə önəmli bir məsələdir ki, bizə ilahi göstərişləri, ilahi təlimləri bildirən, göstərən, çatdıran bir mənbədir. Bəs yaxşı, insanların vəhyə nə kimi ehtiyacları var? Bildiyiniz kimi, insan bu dünyaya qədəm qoyduğu andan etibarən öz həyat yolunu tutmağa, daha doğrusu insani təkamülünü başlamağa davam edir. İlk növbədə insanın sorağına maddi hiss üzvləri gəlir. İnsan görür, eşidir, hər hansı bir şeyi qoxlayır, hər hansı bir şeyin dadına baxır, hər hansı bir şeyə toxunaraq özü və ətraf aləmdə məlumatları əldə edir. Daha sonra isə insan müəyyən bir təcrübələrə sahib olur. Artıq bu istidir, əl vurmur, bu yeməlidir, onu yeyir və s. Daha da təkmilləşəndə insanın ağlı formalaşır. Ağıl artıq bu təcrübə və hiss üzvlərindən ötə məsələləri, müqayisələri, təhlilləri və s. kimi mərifət məsələlərini insana çatdırır. Ağlın insana çatdırdığı məsələlərin də biri budur ki, insan öz idrakının, istər bu təcrübəsi olsun, istər bu hiss üzvləri ilə ələ gətirdikləri olsun, istərsə ağlı olsun, müəyyən bir məsələlər qarşısında məlumatsızdır, müəyyən bir məsələləri başa düşməkdə acizdir. Bu məsələni insanın ağlı ona deyir. Bu acizlik mərhələsi yaranandan insan öz həyati təkamülünə çatması üçün vəhy deyilən bir anlayışa ehtiyac duyur. Vəhy Allahın insan üçün göndərdiyi bir mesajdır. Bu mesajı isə Allah peyğəmbərləri vasitəsilə göndərir. Burada artıq vəhy insan ağlı ilə ziddiyyətə təşkil etmir. Bəlkə vəhy dediyi məsələni ağıl başqa bir formada qəbul edir. Misal olaraq, ağıl deyir ki, Allah Teala heç bir formada zülm etməz. Vəhy də gəlir bunu təsdiqləyir ki, bəli, Allah kainatı yaradan heç bir formada zalım ola bilməz. Və yaxud vəhy insanlara xitabən deyir ki, bir-birinizə zülm etməyin. Bu hökmü ağıl da təsdiqləyir ki, insan başqa bir insana, özünə zülm etməməlidir. Amma vəhyin digər məsələlər də var. Ağıl bunları təhlil, başa düşməkdə
acizdir. Amma bu acizlik inkarla nəticələnmir. Yəni ağıl belə deyilmir ki, mən bunları qəbul etmirəm. Bunlar xeyl xurafatdır. Bunlar həqiqəti ifadə etmir. Misal olaraq ağıl axirət həyatından danışır. Ağıl ibadətdən danışır. Ağıl insanın əməlinin nəticəsindən danışır. Ola bilsin bunları müstəqil olaraq ağıl başa düşməsin, amma ümumi prinsiplər nəticəsində ağıl bunları qəbul edir. Məsələn, insanın həyatına baxır ki, insan bu həqiqətdə ola bilməz 60-70 ilə xülasə olunsun və əbədi həyat olmasın. Eyni zamanda Allahın hikmətinə baxır, deyir, Allahın hikməti bunu tələb edir ki, axirət olsun, insanlar etdiyi əməllərin müqabilini, qarşılığını görsünlər. Demək, ağıl ola bilsin, o məsələni müstəqil başa düşmür, amma ümumilikdə, ümumi prinsiplər barəsində başa düşür. Və başa düşmədiyini də ağıl heç vaxtı inkar etmir. Demək, insanın vəhyə ona görə ehtiyacı var ki, insan həyatı yolunda təkamülə çatmaq istəyir və eyni zamanda insani yaşam proqramını əldə etmək istəyir. Dediyimiz kimi, vəhy məsələsi birbaşa insanın özünə Allah tərəfindən gəlmir. Yəni, belə deyil ki, hər bir insana müstəqil olaraq Allah Teala vəhy etsin. Vəhy bir məqamdır, vəhy bir prosesdir və hər bir insanın çata biləcəyi, bu nəsib ola biləcəyi bir məsələ deyil. Buna görə Allah Teala müəyyən insanları öz rəsulu olaraq, nəbisi olaraq seçir. Rəsul və nəbi, yəni Allah və bəşər arasında olan vasitə və yaxud Allahın sözünü çatdıran, mühüm xəbəri çatdıran və s. mənalardadır. Demək, biz Peyğəmbərlik məsələsini o cəhətdən də müzakirə edirik ki, çünki bunlar Allahın vəhyini təqdim edir. Bəs yaxşı, insanların Peyğəmbərlərə olan ehtiyacı nədir? Bu məsələ də İslam ilahiyyatında iki formada bəhs olunmuşdur. Onlardan misal olaraq Xacə Nəsrəddin Tusi Təcridül Etiqad əsərində 4-cü məqsəddə deyir ki, Ən-nübüvvətu Əl-məqsədur rabi fin-nübüvvə 4-cü fəsil nübüvvət barəsindədir. Birinci məsələ budur. Əl-məsələtül ula fi husnul be'sə. Birinci məsələ be'sətin faydası, be'sətin gözəlliyi barəsindədir və daha sonra buyurur ki, Əl-məsələtü saniyə, ikinci məsələ isə fi vücubul be'sə. Xacə Nəsrəddin Tusi bu məsələni vurğulamaq istəyir ki, biz bir dəfə be'sətin, yəni Peyğəmbərliyin göndərilməsi, Peyğəmbərlərin göndərilməsinin faydaları və hüsnü məsələsindən danışa bilərik. İkinci məsələ isə Peyğəmbərlərin göndərilməsinin zərurəti barəsində. Demək, bunlar bir-birindən fərqli məsələlərdir. Husn-u be'sət başqa bir şeydir. Be'sətin faydası, be'sətin insan həyatında onun praktiki tərəfi başqa bir tərəfdir. Bir dəfə də zərurət-i be'sət, yəni bu iş olmasaydı, Peyğəmbərlik olmasaydı, bəşər bu məsələni heç bir formada başa düşə bilməzlər. Bu da zərurət-i be'sətdir. Xacə Nəsrəddin Tusi husn-u be'sətdə bir neçə xüsusiyyəti, ümumilikdə 7-yə yaxın xüsusiyyəti belə ifadə edir ki, əl-be'sətu həsənətun, be'sət yaxşı bir işdir, gözəldir, bəyəniləndir. Niyə? İctimaliha ələl-fəvaidə. Çünki özü ilə bir neçə fayda daşıyır. Onlardan biri budur ki, insan ağlı ilə qəbul etdiyini vəhy gəlir, təsdiqləyir və bəzən isə ağlın başa düşmədiyini vəhy gəlir, ona bildirir və eyni zamanda insan növünü qoruyur, insanları öz istedadlarına əsasən təkamülə çatdırır. Eyni zamanda insanlara əxlaq, siyasət məsələsini öyrədir. Bu məsələləri deyəndən sonra amma deyir ki, Peyğəmbərliyin, yəni be'sətin zərurəti nədir? Bu məsələni müzakirə edir. İnşallah be'sətin zərurəti barəsində gələn bəhslər siz əzizlərlə daha geniş formada inşallah müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.